Hər kəsə salam uşaqlar. Biz bugün sizinlə Directdə ən çox gələn suallardan birini cavablayacağıq. Müəllimə hazırlığa gedirəm, kursa gedirəm. Qrammatikam yaxşıdır, yüksək nəticə əldə edirəm. Ancaq heç cürə listeningimi və readingimi artıra bilmirəm, inkişaf etdirə bilmirəm, yaza bilmirəm. Bunun səbəbi nədir? Mən sizə uşaqlara sual verirəm ki, siz lüğət öyrənirsinizmi? Kursda və yaxud da ki, hazırlıqda reading, listening edirsinizmi? Mənə cavabları isə xeyr olur. Deyirlər ki, müəllimə bizə deyir ki, evdə özünüz işləyin. Bu cür olsa uşaqlar siz heç cürə readinginizi və listeninginizi inkişaf etdirə bilməzsiniz. Mütləq şəkildə siz sinif sözlərini əzbərləməlisiniz, öyrənməlisiniz və bunu hazırlığa getdiyiniz kurslardan və müəllimlərdən də çalışın, tələb edin. Çünki siz hazırlıqda etməsəniz, müəllimin sizə dəstəyi olmasa, öz başınıza olsanız, təbii ki, siz bunu inkişaf etdirə bilməzsiniz. Kitab fərqi yoxdur. İstənilən kitabdan, istənilən qrammatika və vocabulary kitabından siz lüğəti öyrənə bilərsiniz, sinif sözlərini. Çalışın, mütləq şəkildə sinif sözlərini əzbərləyin. Çünki imtahana həm definition düşür, sinonim, antonim düşür, həm də dinləmənin içərisində sözlər olur ki, siz onları bilməsəniz, onlarla tanış olmasanız, əlbəttə ki, yaza bilməzsiniz. Daha sonra istənilən bir reading, listening kitabı götürürsünüz. Hər dəfə, hər gün çalışırsınız ki, bir listening və reading edəsiniz və listening və readingin içərisindəki bilmədiyiniz sözləri yazırsınız konsept şəklində və onları da çalışırsınız ki, əzbərləyəsiniz.